Zaman dəyişir, təhsil də bu dəyişikliklərlə ayaqlaşmalıdır. Ənənəvi dərs üsulları illərin sınağından çıxıb. Müasir təhsil metodları isə yeni imkanlar vəd edir. Bəs hansının üstünlükləri daha çoxdur? Təhsil və zamanda bugün ənənəvi və müasir dərs üsullarını müqayisə edəcəyik. Təhsil daim dəyişir, yenilənir və zamanın tələblərinə uyğunlaşır. Bu dəyişimin mərkəzində isə dərs üsulları dayanır. Uzun illər təhsildə əsas yer tutan ənənəvi dərs modeli, müəllimin izah etdiyi, şagirdin isə dinlədiyi sistem bugün müasir yanaşmalarla müqayisə olunur. Təhsil əslində cəmiyyətin və bəşəriyyətin inkişafı deməkdir. Çünki təhsilsiz dünya, təhsilsiz millətin inkişafı, tərəqqisi mümkün deyil. Təhsil inkişaf edirsə, cəmiyyət inkişaf edir. Təhsil inkişaf edirsə, millət inkişaf edir. Tərəqqi hər zaman irəliyə doğru baxır. Çünki təhsilin gözü ilə baxmaq lazımdır çox şeyə. Bilik, elm, bacarıq müasir dünyamızda deyərdim ki, ən prioritet istiqamətlərdən biridir. Bir də baxaq görək indi müasir təhsil və ənənəvi təhsil. Bunların fərqləri nədir? Ənənəvi təhsilin müasir təhsildə fərqi ilk növbədə yoruculuğu ilə fərqlənirdi. Ənənəvi təhsildə məktəb valideyn əlaqələri sıx deyildi. Şagird öz hüquqlarını, öz haqlarını müəyyən mənada araya bilmirdi. Şagirdə müəllim neçə qiymət verirsə, həm şagird, həm valideyn ondan razılaşmalı idi. Bütün bunlar ənənəvi təhsilin, belə deyim də, günümüzə gəlib çatan çatışmayan halları idi. Müəllim sinifdə təkcə bilik ötürən deyil, eyni zamanda istiqamət verən şəxsdir. Ənənəvi və müasir dərs üsulları müəllimlərin işinə necə təsir edir? Gəlin müəllimlərin mövqeyini öyrənək. Ənənəvi təhsil metodları əsrlər boyu dünya miqyasında müxtəlif təhsil üsullarını özündə təşkil eləmişdir. Belə ki, müasir dövrümüzdə təhsildə demək olar köklü dəyişiklik baş verdi. Bu köklü dəyişiklik nədən ibarətdir? Azərbaycan təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya elədi və dünya təhsil sisteminin tələblərinə uyğun yeni tipli təhsil meydana gəldi. Müasir inkişafla əlaqədar olaraq yeni tipli təhsildə yeni metodlar və yeni anlayışlar meydana çıxdı ki, bu yeni tipli metodlar və anlayışlar bir növ interaktiv dərs üsulunu yaratdı. Hal-hazırda bizim istifadə etdiyimiz metodlar müasir təlim metodlarıdır. Bu təlim metodlarını biz şagirdlərdə hal-hazırda tətbiq edərkən uğurlu nəticələr əldə edirik. Bununla bağlı biz ənənəvi təlim metodlarından nəyə görə onları geridə qoyduq? Çünki hazırki metodlarla işləyərkən biz görürük ki, bunlar arasında böyük bir fərq var. Yəni daha yaxşı mənimsəməmi deyək, daha yaxşı anlamamı deyək, uşaqların daha yaxşı yaradıcı təfəkkürlərini inkişaf etdirir, yoxsa ümumi təfəkkürlərindəmi deyə müqayisə edərkən biz baxırıq ki, müasir təlim metodları bu mövzuda bizim üçün daha üstün nəticələr verir bizə. Bundan başqa, məsələn, əvvəlki metodlarla biz müqayisə aparanda baxırıq ki, əvvəlki metodlarda bizdə əsasən üstünlük daha çox bilik yönümlü idi, şagirdin əzbərinə daha çox meyilli bir metodu idi. Üstünlük müəllimin, belə deyək, daha çox əməyində idi. Yəni, hazır bilik mənbəyi kimi görülürdü müəllim. Yəni, irəliyə getməyə yox, sanki əzbərə meyilli, bilik, yəni hafizə yönümlü bir təlim idi. Amma hazırki metodlarımıza baxanda biz görürük ki, bu metodlar bizə daha yaxşı, şagirdlərimizi daha çox işlədir, ən əsası budur. Onların təfəkkürünü azyaşlı vaxtlarından daha çox irəliyə doğru aparır. Müqayisə etsək, məsələn, əvvəllər keçmiş və ya ənənəvi təlim metodlarımızla müqayisə etsək, baxırıq ki, o metodlarda biz daha çox görürük azyaşlı uşaqların əzbərə meyilli olmağını və onlarda yaradıcı olaraq heç bir şey inkişaf etmir. Amma hal-hazırkində az yaşlı vaxtlarından, ən kiçik yaşlarından belə uşaqlar başlayır təfəkkürlə düşünməyə, məntiqi təfəkkürlərini inkişaf elətdiririk. Məsələn, STEM dərslərimizdə onlar yaradıcı yönümlüdür. Mühəndis, məsəl üçün, fikirlərimi deyək, texnikalarımı deyək, inkişaf edir. Bu da gələcəkdə onların artıq özlərinin bir şəxsiyyət kimi böyüməyinə, özlərinin yaradıcı bir insan kimi böyüməyinə üstünlükləri vardır. Yəni, çox müsbət təsirləri olur. Bundan başqa, məsəl üçün, əvvəl hazır bilik
mənbəyi müəllim idisə, indi şagirdlərimiz özləri araşdırmağa meyllidir, özləri axtarmağa meyllidir. Bilmədiyi bir mövzu olanda və yaxud da ki, bir fikir olanda artıq onlar sərbəst şəkildə hər hansısa bir informasiya kommunikasiya texnologiyalarından istifadə edərək başlayırlar onu axtarmağa, özləri tapırlar. Və bu bizə nə verir? Bu artıq bizə özlərinin axtardığı, tapdığı, özlərinin araşdırdığı şeyin daha dərin anlamasına və onların ömürlük beyinlərində həkk olmasına gətirib çıxarır. Əvvəlki təlimlərdə hazır biliklər onlarda müvəqqəti saxlanılırdı və ondan sonra unudulurdu. Çünki öz əməkləri ilə qazanılmış təlim deyildi, qazanılmış bilik deyildi. Amma hazırki özlərinin axtardığı biliklər onlarda ömürlük həkk olunacaqdır. Sadə bir şey deyim, əvvəllər müzakirə üsulu sadə bir üsul idi, bir ya da iki üsuldan istifadə edirdik. İndi hal-hazırda bu 40, 50, bəzi yaradıcı müəllimlərdə isə 60, 70, yəni yüksək səviyyədə metodlarımız vardır ki, bu metodlarla biz şagirdlərimizi istədiyimiz yerə aparıb çıxara bilərik. Şagirdlərimiz artıq bir fərd kimi yox, hazır məlumatla yüklənmiş bir belə deyək də proqram kimi yox, artıq özləri araşdıran bir şəxsiyyət kimi böyüyürlər. Bu da hər bir müəllim üçün məncə sevindirici bir haldır. Sinif mühitimiz də bu cür təşkil olunur. Sinif mühitimiz bu cür təşkil olunduğuna görə şagirdlər daha aktivdir. Məsələn, əvvəllər passiv dinləyici idi, sadəcə dinləyirdilər müəllimi. Müəllim nə deyirsə onu düşünürdülər və əlavə heç bir yerə meylənmirdilər. Hazırda amma aktivdir artıq şagirdlər. Aktiv dinləyici rolundadır, aktiv iştirakçı rolundadır. Artıq araşdırırlar, axtarırlar. Bilmədiklərində artıq sırf müəllim desin yox, özləri yetəri qədər bir məlumatlıdırlar, necə axtarıb, necə araşdırmalıdırlar. Bu da onların gələcəkdə sərbəst işləməyinə, sərbəst öz üzərlərində işləməyinə gətirib çıxaracaqdır. Şəxsiyyət kimi böyüdəcəyik biz onları. Yəni bu təlim metodları bizim üçün çox uğurlu və məqsəd yönümlüdür. Məncə hər bir müəllim bundan çox sevərək istifadə edir. Uzun illər boyu ənənəvi təhsil metodları müstəqil biliklərin formalaşmasına təkan vermişdi. Texnologiyanın inkişafı, süni intellektin, rəqəmsal bacarıqların formalaşdığı bir dövrdə artıq müasir metodlar üstünlük təşkil edir. Ənənəvi təlim metodlarında müəllim sadəcə ön planda idi, müəllim aktiv idi, müəllim öz fikirlərini ifadə edirdi, hədəfə müəllim çatırdı, şagird isə passiv şəkildə fəaliyyət göstərirdi. Müasir təlim metodlarında artıq kəşfiyyatçı rolu şagird yerinə yetirir. Burada mənzil başına çatmağın yollarını şagird axtarır, tətbiq və təhlil yollarını öz üzərində formalaşdırır. Bununla yanaşı müasir təlim sisteminin ən önəmli cəhəti şagirdlərin şəxsiyyət kimi formalaşmasına təkan verir, onların müstəqil fikirlərini ifadə etmələrinə şərait yaradır. Ənənəvi təhsil sistemində əzbərçilik fəaliyyət göstərirdi. Müasir təlim metodlarında artıq burada tənqidi, yaradıcı təfəkkürün formalaşmasına təkan verir. Şagird özü təhlil aparır, tətbiq edir. Burada komandalı şəkildə, qruplar halında, fərdi birləşmələr şəklində müasir metodlara üstünlük təşkil edir. Dərsin necə keçirilməsi şagirdin öyrənmə marağına birbaşa təsir edir. Bəs şagirdlər üçün hansı üsul daha anlaşıqlı və motivasiya vericidir? Elə isə izləyək. Yusuf Qəmbərov, Şömrəli tam orta məktəbinin 6-cı sinif şagirdiyəm. Mən bir çox fənlərə maraq göstərirəm. Artıq biz müasir tədris ilinə keçiş etmişik və burada elektron avadanlıqlardan da istifadə edirik. Sizin gördüyünüz kimi bizim buradakı avadanlıqlarımızdan artıq istifadə edilir və biz qrup şəklində dərslərə başlamışıq və ənənəvi tədris ilində belə şeylər yox idi. İnsanlar sadəcə kitablar vasitəsilə öz bildiklərini sınamağa çalışırdılar və bu da bizim üçün çox yaxşı bir şeydir ki, biz artıq dərslərimizə daha yaxşı yekunlaşa bilirik və dərslərimizi daha yaxşı başa düşə bilirik və mən özümə güvənirəm ki, böyüyəndə də belə işlər görə biləcəm və laboratoriya vasitəsilə artıq fərqli avadanlıqlar yarada biləcəm. Mənim də ən böyük istəklərimdən olardı ki, müasir dövrdən istifadə etməklə fərqli avadanlıqlar yarada bilim. Bayramzadə Aysel Həsən qızı, 5 saylı tam orta məktəbin 6-cı sinifində oxuyuram. Ənənəvi müasir təhsil metodlarının bizə təsiri yaxşıdır. Bu zaman daha çox öyrənmək, daha çox araşdırmaq istəyirik. Bundan əlavə müəllimin və şagirdlərin dəstək iştirakı bizə yaxşı təsir göstərir. Həm də ki,
daha çox öyrənirik, daha çox araşdırmaq istəyirik. Ənənəvi və müasir tədris üsulları oxşar məqsədə xidmət edir. Fərqləri nələrdir və hansında öyrənmə daha effektivlidir? Müasir dərsin ənənəvi təhsildən fərqi birinci olaraq nəticə yönümlü olmasıdır. Yəni, müəllim axşamdan sinifdəki nəticəni bilir. İstər dərsin sonunda, istər həftənin sonunda, istər ayın sonunda müəllim əldə bir nəticə əldə edə bilir. Bilir ki, bu həftə, bu mövzuda, bu bəstə, bu bölmədə nəyi əldə edə bildi. Bunun üçün müxtəlif qiymətləndirmə normativləri var, gündəlik qiymətləndirmə var, formativ qiymətləndirmə, bölmə və bəstlərin sonunda var, diaqnostik qiymətləndirmə var, hər hansı bir şagird məktəbə gələndə ilk olaraq müəllim ondan tanışlığı var. Müasir təlimin, dediyim kimi də, o paradigmadan baxanda, ənənəvi təhsildən fərqli cəhətlərdən biri də budur. Qorxu ilə tərbiyə deyil, anladaraq, izah edərək, ətraf aləmə, ətraf mühitə hisslər aşılayaraq, ona sevdirərək. Biz uşaqlara izah edirik ki, siz ağacın bir budağını qıranda oksigenin faizini aşağı salırsınız. Siz bir canlı aləmdə bir heyvanı öldürəndə floramıza, faunamıza zərər vermiş olursunuz. Amma deyim ki, ənənəvi təhsildə bu hallar yoxdur. Müəllim hegemonluğu vardı, müəllim diktatorluğu vardı, məktəb rəhbərliyinin bir hökmranlığı vardı uşaqlar üzərində. Amma günümüzdə elə deyil. Ənənəvi dərs üsulunda əsas sinif təməlli, müəllim mərkəzli idisə, yəni ki, necə sinif təməlli? Sinif sakit otururdu, müəllim hazırladığı proqram əsasında müəyyən bilgini şagirdə ötürürdü, şagird pasiv formada həmin bilgini qəbul edirdi və sonradan heç bir dəyişiklik etmədən həmin bilgini müəllimə təhvil verirdi. Və şagirdin öyrənmə təməli yalnız dərslik və müəllim olurdu. Şagird başqa bir ədəbiyyatdan, başqa bir vasitədən istifadə edə bilmirdi. Və bu da şagirdin inkişafına təsir göstərə bilirdi təbii ki. Amma bunun əksi olaraq yeni interaktiv təlim üsulu, deməli, şagirdlərin həm əməkdaşlığında, həm müzakirə bacarığının inkişafında, həm intellektual bacarığında təməlli rol oynadı. Bilirik ki, yeni təlim üsulları birbaşa texnologiyaya əsaslanır. Texnologiya əsaslanır necə? Məsələn, dərslər müəllim əvvəlcədən şagirdin marağını nəzərə alaraq, özü istədiyi kimi yox, necə ki, ənənəvi üsulda müəllim öz proqramına əsasən dərs qururdu. İndi tam fəal təlim metodunda tam fərqlidir. Şagirdin istəyini, şagirdin tələbatını nəzərə alaraq yeni dərslər qurur və həmin yeni dərslərin qurulmasında birbaşa texnologiyadan istifadə edir. Necə ki, biz bu gün dərsimizdə elektron lövhədə ay adlarının müəyyənləşdirməsində deməli, şagirdlərə yeni məlumatlar çatdırdıq. Və bu yeni məlumatların çatdırılmasında şagirdlər qrup şəklində işləyirlər. Yeni təlim üsulunun tələbinə uyğun olaraq qrup şəklində işləmək şagirdə nə verir? Qrup şəklində işləmək şagirdə birbaşa əməkdaşlıq eləmək bacarığını öyrədir. Şagirdə öz fikrini müstəqil şəkildə çatdırmaq bacarığını öyrədir. Şagirdə fikrini çatdırmaqla yanaşı layihələr üzərində işləmək bacarığını öyrədir. Və buna görə də şagird daim axtarışdadır, müəllim fasilitatordur yeni təlim üsulunda, yəni müəllim bələdçidir. Sadəcə olaraq şagirdə yol göstərir, yerdə qalan şagird özü, öz araşdırmaları nəticəsində öyrənir. Və bu da birbaşa şagirdin istər təhsilində, istər dünya görüşündə, istər nitqinin formalaşmasında birbaşa mühüm rol oynayır. Valideynlər övladlarının hansı üsulla daha yaxşı öyrəndiyini yaxından izləyirlər. Bəs ənənəvi müasir dərs üsullarına valideyn baxışı necədir? Müasir təhsil sistemi ilə ənənəvi təhsil sistemi arasındakı fərq əlbəttə ki, çox böyük fərq var bu arada. Ənənəvi təhsil, yəni bizim aldığımız təhsil sistemi idi ki, orada sadəcə olaraq müəllim əsas rolu idi. Şagird isə pasiv bir mövqedən çıxış edirdi, yəni pasiv olaraq qalırdı. Müasir təhsil sistemi şagirdlər daha çox, yəni öz övladımdan da götürərək qeyd etmək istəyirəm ki, hal-hazırda ev tapşırığı olaraq daha çox layihə əsaslı, tədqiqat xarakterli tapşırıqları icra edilirdisə, ənənəvi təhsil sistemində isə bu
şagird passiv qalırdı və sadəcə olaraq tapşırığı yerinə yetirməklə kifayətlənirdi. Hər iki təhsil sistemini müqayisə elədikdə əlbəttə ki, biz valideyn olaraq və müəllim olaraq mən ənənəvi təhsil sistemini daha geridə və müasir təhsil sistemini isə daha öndə görürəm. Bir valideyn olaraq, həmçinin müəllim olaraq. Və ənənəvi təhsil sistemində bu var idi ki, müəllim sadəcə biliyi ötürürdü. Sadəcə biliyi verirdi, şagird isə onu qəbul edirdi və araşdırma aparmırdı, müqayisə etmirdi, tədqiqat aparmırdı, layihə işləri aparmırdı. Amma yeni müasir təhsil sistemi isə bunun əksinədir. Uşaqlar araşdırır, layihələrdə iştirak edirlər, tədqiqat aparırlar, öz üzərlərində daim işləyirlər, daim çalışırlar. Təhsil sistemində metod seçimi təsadüfi olmamalıdır. Müasir yanaşmalar nə vəd edir, ənənəvi üsullar hansı üstünlükləri qoruyub saxlayır? Bu mövzuda təhsil ekspertlərin fikirləri maraqlıdır. Elə isə izləyək. Ənənəvi tədris üsulu belədir ki, burada əsas mərkəz müəllimdir və müəllim əzbərlətdirir. Yəni burada şagird interaktiv düşünmür və yaxud da tənqidi mühakimə aparmır və burada əsas mənbə dərslikdir. Dərslikdən kənara çıxılmır. Əsas məsələ burada şagirdin düşünməsi yox, əzbərləməsidir. Yəni mahiyyət etibarıyla başa düşməsi deyil, sadəcə olanı olduğu kimi qəbul etməsidir. Amma müasir tədris üsulunda burada mərkəz müəllim yox, mərkəz şagirddir. Şagird əzbərləmir, tənqidi düşünür, mühakimə edir, etiraz edə bilir, fikrini bildirə bilir. Sadəcə burada müəllim sadəcə yönləndirmə və mentor rolunu oynayır. Yəni artıq analiz etmək və yaxud da ki, yeni müzakirələrə səbəb açmaq şagirddən asılı olur. Burada qrup işi, komanda işi, layihə əsaslı öyrənmə, bu formada interaktivlik yaranır və burada fərdi yanaşma olur. Hər şagirdin öz səviyyəsinə uyğun müzakirə predmenti yaratmaq olur. Müasir üsulun ən önəmli üstünlərindən biri odur ki, şagirdlər müasir texnologiyadan faydalana bilirlər. Video, audio dərslər və yaxud da video, audio formatında dərsin keçirilməsi, ağıllı lövhələr, elektron lövhələr, bütün bunlar şagirdin dərsi daha yaxşı mənimsəməsini, daha dərindən düşünməsini, tənqidi mühakimə aparmasını belə deyim, ortaya qoyur. Fikir verirsiniz, cəmiyyətimizdə hələ də bu mövzu qalıb. Sovet təhsili daha yaxşı idi, Sovet insanı daha savadlı idi, daha bacarıqlı idi. Bilirsiniz, bunlar hamısı mifdir. Sovet təhsili nə idi ümumiyyətlə? Biz bilmirik ki, Sovet dövründə universitetlərə qəbul necə aparılırdı, hansı formada aparılırdı. Yəni, tək-tük adamlar olurdu ki, və yaxud da nadir hallarda olurdu ki, insan korrupsiyasız universitetə qəbul olurdu. Bəyən bunlar yalandır. Biz müasir dövrdə bunu görə bilmirik. Düzdür, müasir dövr test üsulu ilandır. Bunu biz dana bilmərik. Amma test üsulu deyib üstündən biz niyə keçirik? Dövlət İmtahan Mərkəzinin testləri, biz orada baxırıq ki, açıq tipli testlər şagirdə düşünmə öyrədir. Ancaq variant deyil axı. Hətta 2027-ci ildən artıq ingilis dilində fərqli yanaşma tələb olunacaq. Burada IELTS, TOEFL tipində belə deyimdə ingilis dilində imtahan götürüləcək. Bəyən burada ancaq əzbərçilik oldu. Düzdür, müəyyən qədər əzbərçilik predmenti var. Amma onlar da məntiqə əsaslanır. Onlar da təfəkkürə əsaslanır. Yəni, sən məntiq irəli sürmədən, təfəkkür irəli sürmədən o testlərin cavabını tapa bilmirsən. Amma Sovet təhsili necə idi? Müəllim əzbərlətdirirdi. O belə bir ifadə var idi. Əti sənin, sümüyü mənim. Şagird qanlanırdı, təhqir olunurdu, alçaldılırdı, evdə də alçaldılırdı. Bəyən bu formada yanaşma olar ki, bu gün müasir yanaşma onu tələb eləmir. Yəni, mədəni cəmiyyət, sivil cəmiyyət, Sovet necə idi? Allahsızlıq, təkəbbürlük və yaxud da ki, digər mədəniyyətlərə hörmət etməmə, tolerant düşünməmə, bu formada, belə deyim də, sanki insanlar manqurtlaşdırılırdı, insanlar vəhşiləşdirilirdi, bu formada təhsil həyata keçirilirdi. Elm dəyişdikcə, texnologiya daha da müasirləşdikcə biz anladıq ki, əzbərləmək elə də faydalı bir şey deyil.
bilikli olursan, amma sən düşünə bilmirsən, sən real analiz edə bilmirsən, realizə edə bilmirsən və müasir dövr üçün bu lazımdır. Əzbərçilik yox, bu lazımdır. Bəzən deyirlər ki, bəs hanı biz o nəticəni görə bilmirik? Çox təəssüf ki, bu ifadə də doğrudur. Əgər müasir təhsil sistemi düzgün tətbiq olunmursa, düzgün çatdırılmırsa və müəllim üçün qaranlıq bir şey varsa, bu şagird üçün zülmət gecəyə çevrilir. Bəzən görürük ki, biz müasir təhsil deyirik, tənqidi düşünmə deyirik, amma bəzi bərabər belə deyim, tətbiq olunmadığından proses və bəzi məktəblərdə əzbərçilik yenə də özünü qoruyur və yaxud da kurikulum sisteminin prinsipləri, predmeti tətbiq olunmur. Bu halların bəli biz şahidiyik. Fərz eləyin ki, müasir təhsil sistemi dərman dozasına bənzəyir. Sən ondan artıq istifadə edəndə və yaxud da lazımı qədər istifadə eləməyəndə onun belə də mənfi simptomları ortaya çıxır və yaxud da müasir təhsil sistemi həkimə bənzəyir. Həkim zəifdirsə, diaqnozu düzgün qoymursa, müalicə də düzgün aparılmır və bu belə deyək, sağalmaz bir yara vurur. Bax, müasir təhsil də belədir. Bəli, müasir təhsil düzgün tətbiq olunmayanda, standartlara əməl olunmayanda təbii ki, xaosa çevrilir. Əgər dərsdə 30-35 şagird olanda, burada fərdi yanaşmadan söhbət mi gedə bilər? Burada düşünmə qabiliyyətini öyrətməkdən, düşünmənin özünü öyrətməkdən, ümumiyyətlə interaktivlikdən söhbət mi gedə bilər? Bu halda olanda və yaxud da müəllim müasir standartlara cavab vermirsə və müasir standartları qəbul etmirsə, onu özünküləşdirmirsə, təbii ki, burada xaos yaranacaq. Burada müasir təhsil sisteminin prinsipləri pozulacaq. Bax, bütün bunları nəzərə alsaq, deyə bilərik ki, əgər müasir təhsil sistemi öz strukturuna əsaslanırsa və öz qanuna uyğunluğu formasında tərtib olunursa, müasir təhsil sistemi Sovet təhsil sistemindən 100 qat yox, 1000 qat daha yaxşıdır. Çünki bu düşünmə öyrədir, bu interaktivlik öyrədir. Bu artıq sənin bir növ beynini proqramlaşdırır. Nəyə? Əsasən, belə deyim, yeniliyi daha fərqli formatda, düşünərək qəbul etmək, dərk edərək, əzbərləyərək yox. Sən bir şeyin mahiyyətini anlamırsan, əzbərləyirsən. Bax, amma müasir təhsil sistemi o formada deyil. O sənə düşündürür. Artıq əzbərləməyə ehtiyac qalmır. Sən düşünürsən, nəticə əldə edirsən, layihə əsaslı öyrənirsən, təqdimat verə bilirsən, komanda işi qura bilirsən, liderlik bacarıqlarını formalaşdırırsan. Və bütün bunlar hamısı müasir təhsil sistemin özəyini təşkil edir. Beləliklə, ənənəvi və müasir dərs üsullarının müqayisəsi göstərir ki, təhsildə əsas məqsəd yalnız bilik ötürmək deyil, eyni zamanda düşünən, analiz edən və öyrəndiyini tətbiq edə bilən şəxsiyyət formalaşdırmaqdır. Bu baxımdan hər iki yanaşmanın üstün cəhətlərindən məqsəd yönlü və balanslı şəkildə istifadə olunması tədrisin keyfiyyətinin artırılmasına xidmət edir. Ənənəvi dərs üsulları təhsilin təməlidir. Müasir metodlar isə onun gələcəyidir. Əsas məsələ bu iki yanaşmadan düzgün şəkildə istifadə edərək şagirdin gələcək təhsil mühitini yaratmaqdır. Belə, dəyərli izləyicilərimiz, təhsil və zaman verilişinin sonuna gəlib çatdıq. Növbəti buraxılışlarda görüşənədək.